Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Xoş gördük. Mən Gülşən Həşimova. Bugün Azərbaycan dili 2-ci sinif dərsindən sizlər üçün tapşırıq və çalışmaların izahını verəcəm. Ümid eləyirəm ki, izahım faydalı olacaq. Bəyənməyi unutmursunuz, izahı paylaşırsınız. Sizin bəyənməyiniz bizim üçün önəmlidir. Gəlin indi keçək tapşırıqlara. Deməli, hal-hazırda 36-cı səhifədəyik. 4 ad tapşırığından başlayaq. Gün ərzində nə qədər boş vaxtınız olur və aşüdə vaxtınızı necə keçirirsiniz? Şəkillər əsasında aşüdə vaxt haqqında danışın. Aşüdə vaxtın nə demək olduğu burada yazılıb. Yəni aşüdə vaxt zəruri işlər yerinə yetiriləndən sonra qalan boş vaxtdır. Tutaq ki, siz məktəbə gedirsiniz, dərslərinizi işləyirsiniz, çalışırsınız, məktəbdə olursunuz, tapşırıqlar edirsiniz. Bu sizin aşüdə vaxtınız deyil. Artıq tapşırıqları bitirəndən sonra dərs bitirəndən sonra dincəlirsinizsə, bu sizin aşüdə vaxtınızdır. Və o dincəlməkdə, məsələn, baxın, uşaqların biri uçurtma uçurdur, digəri babası ilə çöldə itini gəzdirir, digəri kitab oxuyur hətta aşüdə vaxtında, digərləri anası ilə xalça muzeyinə gediblər. Yəni, hər kəs fərqli formada dincəlir. Yəni, bunun ən asan sözü dincəlmək sözüylə yadınızda saxlayın ki, bütün lazımi işləri gördünüz və zəruri işləri yerinə yetirdiniz, artıq başlayırsınız dincəlməyə. Və bu da deyəcəksiniz, müəllim, dincələndə kitab oxumaq olarmı? Niyə olmur? Bəlkə hansısa bir bədii kitabı oxuyur. Bu belə. İndi gəlin baxaq digərlərinə. İndi siz də burada deyir, öz boş vaxtınız haqqında danışın. Təbii ki, indi mən sizin boş vaxtınızın necə olduğunu bilə bilmərəm. Ona görə siz öz boş vaxtınızı necə keçirirsiniz, o barədə yazarsınız. Keçək B-yə. B-də deyir ki, Lalə və Şahinin gündəliyindən verilmiş hissələri oxuyun. Məlumatlara diqqət edin. Gəlin baxaq. Lalə, 6 dekabr, cümə günü. Bugün anamla teatra getdik. Tamaşa çox maraqlı keçdi. Fotoaparatımla aktyorların şəklini də çəkdim. 7 dekabr, şənbə günü. Bugün dərs günü deyildi. Nənəm məni uşaq kitabxanasına apardı. Burada o qədər kitab var idi ki, Alisa Möcüzələr Diyarında kitabını seçdim. Artıq 10 səhifəsini oxumuşam. Keçək indi Şahinə. 13 may çərşənbə günü. Bugün babamla bağçadakı ağacları suladıq. Ağacların gövdəsinə əhəng çəkdik. Demə qarışqalar əhəngdən qorxurmuş. Babamla vaxt keçirmək xoşuma gəlir. Elə məzəli əhvalatlar danışır ki. Sonra keçək 29 may cümə gününə. Axır ki, babamla birlikdə başladığımız işi bitirdik. Quşlar üçün hazırlanmış dənliyi ağacdan asdım. Elə sevinirəm ki, indi bağımızda çoxlu quşlar olacaq. İndi keçək tapşırıqlara görə nə istəyir bizdən. Deməli, deyir, Lalə və Şahin ailində olan məlumatları seçin, müqayisə edin. Baxaq, böyüklərə kömək etməyi xoşlayır Şahin, çünki babası ilə getmişdi gördüyünüz kimi. Ətraf aləmin qayğısına qalır yenə Şahin. Gələcəkdə fotoqraf ola bilər Lalə. Sonra ailəsi ilə vaxt keçirir, bu da Lalə. Mənim ekranda qələmim yaxşı yazmır. Ola bilər ki, biraz səliqəsiz görünər, onu üzrlü hesab edin. Əslində deyirəm, səsləndirəm. Sonra keçək söz boğçasına. Söz boğçasında da həftənin günləridir. Bazar ertəsi 1-ci gündür, çərşənbə axşamı 2-ci gündür, çərşənbə 3-cü gündür, cümə axşamı 4, cümə 5, şənbə 6, bazar isə 7-ci gündür. Ümumilikdə həftənin 7 günü var. Və bu günlərin elmi formada adlarını da bilməlisiniz. Ola bilər 1-ci, 2-ci, 3-cü gün deyə bilirsiniz. Amma bu formada da bilməlisiniz. Keçək bu bir tapşırığa. Deyir, aşağıdakı təlimata uyğun olaraq gündəlik tərtib edin. Gündəlik tərtibi üzrə təlimat. Ayın tarixi, həftənin günü qeyd olunur. Həmin gün baş vermiş hadisələri xatırlayırıq. Bu hadisələrlə bağlı düşüncələrimizi yazırıq. Əslində bizim əlimizdə hazır gündəlik var. Baxın, sağ olsun Lalə və Şahin yazıblar. Görürsünüz, birinci həftənin, daha doğrusu ayın tarixi, həftənin günü və hadisələr. Bax, belə bir gündəlikdir də yazın. Siz də özünüz üçün həmin məlumatları əks elətdirən Lalə ilə Şahinə baxıb, sadəcə öz gününüzü əks elətdirən məlumatları yaza bilərsiniz. Keçək indi bura. 5A. Araq suallara cavab verin və yaxud cavablandırın. Deyir, 2-ci sinif şagirdləri aşidə vaxtlarını necə keçirdirlər?
Baxın, bu 2-ci sinif şagirdləri üçün diaqramdır. Ən çox üstünlük hansı rəngə verilib? Bax bu rəngə. Bu rəngdə hansı rəngdir? Təbii ki, bu rəng. Deməli, nə imiş? 2-ci sinif şagirdləri asudə vaxtlarında, istirahət vaxtlarında da kitab oxuyurlarmış. Sonra gəlir yaşıl rəng. Yaşıl onların həyətdə yoldaşları ilə oynamasıdır. Sonra dərnəyə getmələri var, televizora baxmaları var. Yəni hər rəng 2-ci sinif şagirdlərinin nə etdikləridir. Amma bizdən soruşur ki, asudə vaxtlarını necə keçirdirlər? Biz bu rəng üstünlük təşkil elədiyi üçün deyirik ki, kitab oxuyurlar. Keçək suallara. Sorğu neçənci sinif şagirdləri ilə keçirilib? Axı qeyd olunub, 2-ci sinif yazırıq, 2-ci. Sonra sorğu nə haqda keçirilib? Asudə vaxtlarını necə keçirmələri haqqında keçirilib sorğu. Şagirdlərin çoxu asudə vaxtını necə keçirdirlər? Kitab oxumaqla. Burada yazırıq ki, kitab oxumaqla. Bir də dəyərli 2-ci sinif şagirdləri bizim hal-hazırda 2-ci siniflər üzrə yeni qruplarımız açılır. Burada həm dərslər öyrədilir, həm tapşırıqlar başa salınır, həm yeni qaydalar öyrədilir sizə. Yəni ümumilikdə hər bir şey sizlər üçün başa salınır. Təbii ki, sizin sevəcəyiniz asan formada. Əgər bizim dərslərimizə yazılmaq istəyirsinizsə, əlaqə nömrəmiz var 055 280 59 24. Bu nömrəyə yazaraqdan bizimlə hazırlaşa bilərsiniz. Keçək indi digər tapşırıqlara. Buradan deməli gəlir ki, indi isə sinifinizdə belə bir sorğu aparın. Sorğunun nəticələrinə görə diaqram qurun, müzakirə keçirdin. Baxın, sorğu necə aparılmalıdır, başa salınmışıq. Deyir ki, sorğunun anketini tərtib edin. Və burada sorğunun anketi necə tərtib olunmalıdır yazılıb. Yəni nümunə verilib. Birinci sualdır, sonra cavabdır. Məsələn, sual özləri verib ki, sən asudə vaxtını necə keçirdirsən? Cavab burada yazılacaq. Deməli, sorğunun anketi. Sonra anketi deyir, çoxaldın, hamıya paylayın. Yəni bir anketdən bir 5-6 dənə və yaxud nə bilim 10 dənə eləyin, paylayın. Sonra yığılan anketləri cavablar üzrə qruplaşdırın, diaqram tərtib edin və sorğunun nəticələrinə münasibət bildirin. Yəni siz bax bu vərəqədən, sizə dəqiqə göstərim. Bax bu vərəqdən bir 10 dənə, 15 dənə hazırlayırsınız və sual yazırsınız təbii ki. Cavab hissəsində yazırsınız, amma boş qoyursunuz belə. Və sinifdəki uşaqlara paylayırsınız. Və uşaqlar görün sizin o verdiyiniz sualı. Vacib deyil bu sualı verəsiniz. Başqa sual da verə bilərsiniz. Təbii ki, bir növ belə deyək ki, təhsillə bağlı başqa bir sual da vermək olar. Həmin sualı yazırsınız, paylayırsınız. Yəni hamı götürüb bu sualı yazmasın. Yəni başqa sual da vermək olar. Narahat olmayın, yaza bilərsiniz. Yəni bu da belə. Keçək indi bura. Bu dil qaydaları ilə bağlıdır. Bu tapşırıq deyir, sətirdən sətrə keçirilməyən sözləri seçib yazın. Bax, odun sözü. Odun şəklində sətirdən sətrə keçirilməz. Çünki sətrin bir hecasında bir sait qala bilməz. Əgər belə olarsa, bu düzgün sətirdən sətrə keçirilmə deyil deməli. Deməli, odunu götürəcəyik ona görə. Addım keçirilir. Addım. Yəni, normal düşür. Keçirilir. Ailə, əslində belə olsa, ailə səhvdir. Amma burada i də var deyənə, bu belə də keçirilə bilər. Ailə. Belə keçirilsə düzdür. Ona görə mən bunu götürə bilməyəcəm. Odunu götürürəm, ailəni götürürəm. Çünki ailə keçirilə də bilər, keçirilməyə də bilər. Şəhərdən keçirilir. Şəhər. Otaq, otaq. Bu keçirilmir, bunu götürürəm. Vaxt bir hecalıdır, bu da keçirilmir. Oxumaq, bu da keçirilmir. Bir dənə o qalır. Oyun, bu da keçirilmir. Bıçaq keçirilir. Əla keçirilmir. Futbol keçirilir. Deməli, keçirilməyənləri, bizdən keçirilməyənləri istəyir də, mən də işarə elədim. Bunları dəftərinizə yazarsınız. Keçək C-yə. Sözlərin sətirdən sətrə keçirilməsinin mümkün olan hallarını hecalara ayırıb yazın. Deməli, baxın. Qoy yazım mən burada. Deməli, kitabxanadan başlayaq. Görüm, indi yazmaq olacaqsa, mən burada bir boş ekran açım. Bircə dəqiqə. Sözlərimiz buydu da. Azərbaycan, kitabxana, oyuncaq, işarə. Azərbaycanı özü vermişdim. İndi biz kitabxananı edək. Kitabxana. Bax, belə hecaya ayıra bilərik. Və yaxud
kitabxana belə də hecaya ayıra bilərik. Və yaxud bu 4 hecalı söz olduğu üçün hətta belə də hecaya, daha doğrusu sətirdən sətrə keçirtmək olar. Kitabxana. Bax, bu sətirdən sətrə keçirilmədir ha. Yəni deyir, necə sətirdən sətrə keçirtmək olar? Yəni bu kitabxana sözünü 3 formada sətirdən sətrə keçirə bilərik. Sonra orada oyuncaq sözü var idi. Oyuncaq. Bu formada ancaq sətirdən sətrə keçirilir. Başqa forma olmaz. Çünki belə olar. Oyuncaq. Əgər belə eləmək istəsək, o da düzgün deyil. Axı sətrin bir tərəfində bir dənə sait tək qala bilməz. Ona görə onu götürmürük. Ancaq bir formada. Bir də işarə sözü, yenə də işarə. Bu formada. İşarə olmaz. Yəni qala bilməz. Bu da belə. Bu da oldu bizim istədiyi deməli qaydamızın izahı. Keçək indi 6A tapşırığına. 6A tapşırığı nədir? Deyir, nağılı oxuyun. Nağılın hansı hissələri şəkillərdə təsvir olunub? Baxaq. Nağılımız qəribə qız. Leyla adlı bir qız tanıyırdım. Onun uşaqlarla oynamaqdan xoşu gəlmirdi. Bizim oynadığımız oyunları mənasız hesab edirdim. Biz bütün günümüzü oynamaqla keçirdirdik. Leyla isə bizə qoşulmurdu. Uşaqlarla oynamadığı üçün Leylanın heç dostu qalmamışdı. Onun başqa əyləncəsi var idi. Mütaliə eləmək. Bütün günü kitab oxuyurdu. Biz Leylanı anlamırdıq. Axı nə qədər kitab oxumaq olar? Deyir, buradakı Leylaya və uşaqlara münasibət bildirin. İndi məsələn deyə bilərsiniz ki, Leyla həm kitab oxuyub, həm də uşaqlarla oynaya bilərdi. Yəni mən belə fikirləşirəm. Yəni onun kitab oxumasında pis bir şey yoxdur. Amma həm oxuyub, həm də oynaya bilərdi. Sonra keçək ardına. Bir gün babam quyudan su çəkəndə cibindəki bıçaq sürüşüb suya düşdü. Babamın keyfi yaman pozulmuşdu. Deyirdi ki, bu bıçaq ona atasından yadigar qalıb. Biz hamımız quyunun başına toplaşmışdıq. Babam hey fikirləşirdi. Leyla bizdən biraz kənarda ağacın altında oturub yenə də kitab oxuyurdu. O babama yaxınlaşıb dedi. Babacan, bir maqnit olsa onu iplə quyuya salarıq. Bıçaq dəmir olduğu üçün maqnitə yapışacaq. Biz də onu dartıb çıxararıq. Birazdan babam öz qiymətli bıçağını əlindən tutmuşdu. O Leylanı qucaqlayıb dedi. Əhsən sənə, ağıllı qızım. Biz də yaman sevinirdik, həm də Leylanın nağılına heyran qalmışdıq. Bu hadisə ilə həyatımızda bəzi dəyişikliklər oldu. Deyir, siz bıçağı quyudan necə çıxarardınız? Burada sual verir. Məsələn, mən də maqnitdən istifadə edərdim. Və yaxud siz necə edərdiniz, öz fikrinizi deyə bilərsiniz. İndi burada nə demişdi bizə? Nağılı oxuyun, nağılın hansı hissələri şəkildə təsvir olunub? Bax, Leylanın kitab oxuması təsvir olunub, yaza bilərsiniz. Və uşaqların babasının bıçağını necə çıxartmalarını düşünməsi burada təsvir olunub. Fikir verirsiniz, Leyla hələ baxır, hələ yaxınlaşmayıb, nəsə deməyib. Yəni, baba bıçağını itirib, düşüb, uşaqlar fikirləşir ki, necə çıxardıq. Sonra burada uşaqlar bizim söz boğçamız var. Gəlin bunu da mən sizə mənalarını deyim. Mütaliə etmək nə isə bir növ belə deyim ki, oxumaq mənasını ifadə edir, təhlil eləmək, mütaliə. Quyudan su çəkmək, yəni quyudan su çıxarmaq, su götürmək bu mənadadır. Maqnit dəmir kimi metalları özünə çəkən cisimdir. Heyran qalmaq isə çox bəyənməkdir, xoşu gəlməkdir, valeh olmaqdır, budur. Keçək indi digər tapşırıqlara. Deməli, belə də deyir ki, sizcə uşaqların həyatında hansı dəyişiklik baş verəcək? Şəkilə baxaraq mətni tamamlayın. Təbii ki, uşaqlar da fikir verirsiniz, biri gəlib artıq kitab oxumağa başlayıb. Leylaya qoşulub kitab oxuyacaqlar. Yəni, vaxtlarının daha çoxunu kitab oxumağa həsr eləyəcəklər. Oyun da oynaya bilərlər, amma əsas kitab da oxumağa sərf eləyəcəklər. Keçək C-yə. Aşağıdakı fikirlərdən hansı ilə razısınız? Fikirlərinizi izah edin. Leyla açda vaxtını daha maraqlı keçirir. Leylanın yoldaşları boş vaxtını daha maraqlı keçirdir. Məndən soruşsanız, mən deyərəm ki, hər ikisinin öz mənası və yeri var. Adam dərs də oxumalı, mütaliə də eləməlidir, yəni kitab oxumağı da bacarmalıdır. Az müddət ərzində oyun da oynamalıdır.
Amma bütün gün oyun oynayıb dərs oxumamaq dərs deməyə bu dərsə əsaslanan kitab deyil. Hansısa bir bədii kitabı da oxuya bilər, maraqlı bir kitabı da. Yəni ancaq dərs məsələsi deyil. Kitab deyəndə ancaq ağlınıza dərs gəlməsin. Deməli belə. Mütaliə eləməyi götürə bilərik ki, mütaliə eləmək də maraqlı bir fikirdir. İndi bu sizin öz fikrinizdir. Hansı bəyənsəz onu seçin. Keçək C-yə. Şəkildən istifadə edərək mətndə verilmiş əsas fikri izah edin. Burada bax mənim dediyimə gəlib çıxıb. Tərəzidir. Yəni burada həm uşaqlar həm oyunu, həm də mütaliəni tarazlıqda saxlamalıdırlar. Yəni biri digərindən çox olmamalıdır. Hər ikisi bir növ belə deyək ki, uyğun səviyyədə olmalıdır. Biri çox olsa, biri az olsa, yenə də ziyandır. Yəni hər ikisi olmalıdır, amma uyğun formada. Bu da bu deməkdir. Bugünlük bu qədər. İnşallah növbəti fəslin izahını görmək istəyirsinizsə, izahı bəyənməyi unutmayın. Bizim ikinci siniflərimizə, qruplarımıza yazılmaq üçün də 055 280 59 24. Bu nömrəyə yazaraqdan dərslərimizə qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşərik.